Verilişin baş sponsoru VitaProst. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımla, maraqlı mövzu ilə sizin qarşınızdayıq. Mən deyərdim ki, ən çox qorxduğumuz həkimlərdən biridir qarşımızda. Anestezioloqlar. Çünki narkoz qorxusu hamıda var. Nə qədər əməliyyatdan yox, bir də narkozdan ayılmaram qorxusu hamımızda var və istəyirəm ki, bugünkü həkimimizlə məhz reanimasiya və anesteziologiya, ora düşən xəstələrin aqibəti, orada çalışan həkimlərin resursları, çünki ən yorucu və ən heç kimin çox sağ ol demədiyi sahədir anesteziologiya, reanimasiya. Bunu subyektiv fikrimdə, bilmirəm, həkimimiz razılaşacaq yoxsa yox. İstənilən halda bugünkü qonağımız böyük bir xəstəxananın baş həkimidir, amma buna baxmayaraq sağ olsun ki, vaxtı tapıb və bizim verilişimizə qonaq gəlib. Baku Medical Plaza Babək filialının və Medilux'un da həmçinin baş həkimi, anestezioloq, reanimatoloq doktor Kamal Quliyev studiyamızdadır. Xoş gəlmisiniz, çox şadam sizi görməyimə. Hazırsınızsa başlayaq. Hazıram, xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm Tutu xanım. Mən təşəkkür edirəm. Dəvətə qədər də sizin verilişi ardıcıl olaraq izləyirəm sosial şəbəkələrdən. Minnətdaram. Bu da ayrıca xoşdur mənim üçün. Həkim, anestezioloq, reanimatoloq. Kimdir, nə iş görür və nə iş görmür? Belə deyim, həkim, anestezioloq, reanimatoloq əslində bütün branşları özündə birləşdirə bilən bir ixtisas sahibidir. Çünki reanimasiyaya daxil olmuş xəstənin eyni anda həm ürəyinə, həm tənəffüs sisteminə, həm həzm sisteminə, həm sidik cinsiyyət sisteminə nəzarət edən bir bölümdür. Bu nə deməkdir? Eyni anda sən həm pulmonoloqsan, həm gastroenteroloqsan, həm kardioloqsan, həm nevroloqsan. Bu ixtisasların toplusudur. Sözsüz hər branşın özünün dar ixtisası var və mütəmadi olaraq reanimatoloq ixtisası üzrə həkimlərin konsultasiyasına ehtiyac duyur. Bu baxımdan reanimatoloq olduğum üçün demirəm, amma bu ixtisas üzrə çalışan həkimlərin daha təcrübəli və əksər hallarda ədəbiyyatda rastlaşdığımız, amma praktikada görmədiyimiz tərəflərini, xəstəliklərin daha çox görən insanlardır, reanimatoloqlar. Anesteziologiya isə adından bəlli olduğu kimi arasında narkoz həkimidir. Bəli, o reanimasiya ilə müqayisədə daha bəsit işdir. Təbii ki, hər bir pasiyent anestezi zamanı individual yanaşma tələb edir. Çünki pasiyentin yarımçıq doğulmuş olması, yeni doğulmuş olması, kişi və yaxud da qadın olması, ahıl yaşda olması, mövcud orqanlarının hal-hazırda nə şəkildə funksional olaraq öz işini icra etməsindən asılı olaraq hər pasiyentə fərdi yanaşma tələb edən bir bölümdür. Maraqlı bölümdürmü? Çox maraqlı bölümdür. Pasiyenti yatırtmaq qat-qat asandır, oyatmaq amma ondan qat-qat çətindir. O təyyarəni uçurtmaq və oturtmaq kimidir. Ona bənzətmək olar. İşi bir narkoz başlayanda, xəstə yatanda nəsə problem yarana bilər, bir də ayıldanda. Ən çox problemlər bu hallarda yaranır. Reanimasiya sözündən biz qorxuruq. Mən də qorxuram, hamımız qorxuruq. Xüsusilə də mövzu biz bir yaxınımız olanda. Və belə bir fikir var ki, reanimasiya düşdüsə, oradan çıxmaq ehtimalı, sağ çıxma ehtimalı çox aşağıdır. Bu qorxunun səbəbi nədir? Ümumiyyətlə, Azərbaycanda və sizin şəxsən çalışdığınız xəstəxanada olsun, reanimasiya və anesteziologiya xidmətinin təşkilindən razısınızmı? Daha yaxşı nələr etmək olar? Həm burada tək xəstələri düşünərək demirəm, həm də həkimlərin daha yaxşı, türklər demiş, verimli çalışması üçün nə düşünürsünüz? Yəni, ümumi anesteziologiya, reanimasiya xidməti Azərbaycanda xəstəxanalarda və sizin xəstəxanada xüsusilə də ən çox təcrübəniz öz xəstəxanasındadır, onu nümunə gətirərək danışa bilərsiniz. Mən əvvəl öz xəstəxanamızdan başlayım. Lap başa dönüm, reanimasiya adının qorxulu olması məsələsinə aydınlıq gətirim. Reanimasiya əslində bütün dünyada siniflənir. Birinci, ikinci və üçüncü sinif reanimasiyalar var və bu siniflənmə pasiyentlərin ağırlıq dərəcəsinə görə, belə deyək,
nomenklatura olunub. Yəni birinci, ikinci sinif adətən reanimasiyalarda durumu əməliyyatdan sonra ciddi izləmə tələb edən pasiyentlər və yaxud da hər hansı bir nevroloji, kardioloji problemi təhlükəsi daha az olan pasiyentlərdir. Amma üçüncü sinif reanimasiyalar həqiqətən də oranı son dayanacaq adlandırmaq olar, həyatla ölüm arasındakı mücadilənin getdiyi bir döyüş meydanı adlandırmaq olar. Yəni ən son nöqtədir. Həmin üçüncü sinif reanimasiyalarda olan pasiyentlərin yaşam şansı çox az olduğuna görə və toplumda bu şəkildə düşüncə formalaşır ki, reanimasiyaya düşən xəstələrin oradan çıxma ehtimalı azdır. Amma bu yanlış bir düşüncədir. Çünki oradakı adamlar da bu xəstənin potensialını, ən sonuncu belə deyək, şansını dəyərləndirmək uğrunda durmadan gecə-gündüz çaba eləyən insanlardır. Reanimasiya işinin təşkilinə gəlincə, reanimasiya bir komanda işidir. Yəni Kamal doktor yaxşı reanimatoloqdur, Tutu xanım yaxşı reanimatoloqdur deməklə həmin işi təşkil eləmək mümkün deyil. Yəni bir kardioloq yaxşı ola bilər, çünki xalatını geyinib oturur, pasiyenti qəbul eləyir, ayaqdan gəlib, analizlərinə uyğun çatışmayan tərəfləri korrekt eləyir, təzyiqinə nəzarət eləyir, xolesterinə və ilaxır və s. Amma reanimasiyada məsələn mövzu başlayır Kamal doktordan sonuncu porterə qədər hər kəs işin məsuliyyətini dərk eləməlidir. Çünki biz orada pasiyentin yaxşılaşması üçün, bir addım yaxşılaşması üçün 3-5 gün vaxt sərf eləyirik. Bəzən elə olur, daha uzun sürən pasiyentlər olur, aylarla reanimasiyada qalırlar və burada bu müştərək əmək, o zincir o şəkildə qurulmalıdır ki, qətiyyən qopma olmasın. Balaca bir yanlışlıq 5 günə gəldiyin bir müsbət dinamikanı 10 gün səni geri ata bilər. Və bu məsuliyyəti orada çalışan adamlar hamısı dərk eləməlidir, mütəmadi bu barədə onlara treninqlər keçirilməlidir. Yəni, daim tonusda olmalıdırlar. Yalnız o halda reanimasiyadan nəticə almaq mümkündür. Öncə qeyd elədim, işin ağırlığı məsələsi, belə deyək, bütün branşlardan informasiyalı olsa da, amma orada əmək bölgüsünün olması, insultla xəstə gəlibsə, pasiyenti paralel nevroloqla təqib eləmək, ağciyər yetərsizliyi ilə gəlibsə, pulmonoloqla və s. təqib eləmək bərabərdir. İnfeksionistlə, o cümlədən diyetoloqla bərabər təqib olunması əmək bölgüsü işi, belə deyim, müqayisədə yüngülləşdirir. Məsələn, 7-8-10 il əvvəl Azərbaycanda bu tip bir anlayış yox idi. Reanimasiyada hansı bir diaqnozdansa pasiyent yatırdısa, A-dan Z-yə onun bütün problemləri ilə bir adam məşğul olurdu. Doğrudur. 36 saat xəstəxanada qaldığım olub mənim. Bəli, yəni biz xəstəxanada olub, xəstəxanaya gələndə günəş çıxmışdı. 2 gündən sonra çıxırıq ki, tamam hava fəsil dəyişib yəni. Yağış yağır, küləkdir. O, belə deyək, o reanimatoloqların o həkim olana qədər yetişdiyi dönəmdə bu keçdiyi bir çətin perioddan epizodlardır, hansılar ki, mütəmadi təkrarlanır. Ona görə işin təşkili məsələsinə geri dönürəm. Özəl xəstəxanalarının təbii ki, hamısında deyil. İlk onu qeyd edeyim ki, reanimasiya, belə deyək, bütün branşlar üzrə xidmət verən xəstəxanada olması ən uyğunudur. Nə səbəbdən? Məsələn, siz mədə-bağırsaq qanaxması ilə bir pasiyent qəbul eləmisiniz. Gastroenteroloqunuz var, endoskopi elədi, mənbəni gördü, blokad elədi və yaxud da alınmadı. Sizə kim lazımdır artıq? Cərrahi müdaxilədirsə, siz cərraha ehtiyac duyursunuz. Okey, çox qan itirdi, kəskin miokard infarktı keçirdi. Yəni, bu problem üst-üstə minir. Mədə-bağırsaq qanaxması və kardiyak problem. Siz eyni anda həmin mərkəzdə normal çalışan kardioloqunuz olmalıdır ki, infarkta dair ola biləcək problemləri önləyə bilsin. Kardiyogen şoka girdi, tənəffüs yetərsizliyi var, paralel ağciyər doktoru işə qoşulmalıdır. Yəni, bu branşlardan hansısa birinin əksikliyi varsa xəstəxanada, o zaman o işin tamamını təşkil eləmək və keyfiyyətli təşkil eləmək əslində mümkün olmur. Bu tərəfi əla izah elədiniz, əminəm ki, tamaşaçılara da aydın oldu. Bir məsələ də var ki, o kardiologiyada işləyən, istər kiçik, istər orta tip personalı olsun, istər həkimlər olsun, onların mental sağlamlığı. Çünki çox ağır xəstələr görürük, gözümüzün qabağında insanlar həyatını dəyişir. Yəni, bu xəbəri gedib bu insanın, vəfat edənin yaxınlarına demək və s. və s. Onların mental olaraq özlərini necə bərpa edirlər? Buna dair bir xidmət varmı Azərbaycanda? Baxın, deməli, əksər bu inkişaf etmiş ölkələrdə 5 il ardıcıl reanimasiyada çalışan doktorun 5 ildən sonra öncə sadaladığım ağciyər, mədə-bağırsaq və yaxud da ürək həkimi kimi kiçik bir təcrübə keçib çalışma izni var.
Çünki o 5 illik reanimatoloqların götürdüyü fizik və moral yük digər ixtisas sahiblərində yoxdur. Hətta 2011-ci ildən bəri məsələ İngiltərədə filan bu tip Avropada xəstəxanalar var. Bu adətən belə deyək də psixoloji dəstək mərkəzləridir və yaxud da o tibb işçilərinin yanma sindromu deyirdilər. Bu 2011-ci il bu belə deyək sindroma ən çox məruz qalan həkim qrupu reanimatoloqlardır. 2011-ci ildən bu məsələ aktual şəkildə müxtəlif zamanlarda, müxtəlif platformalarda işıqlandırılır, amma 19-cu ildən etibarən, 2019-cu ildən etibarən artıq bu xüsusi nazologiya olaraq kodlaşdırılıb, biz XBT deyirik. Yəni tibb işçilərinin yanma sindromu və yaxud da yanma sindromu kimi artıq formalaşdırılır. Tibbdə sadəcə reanimatoloqlar ən çox buna məruz qalır. Digər sahələrdə də bu sindromdan əziyyət çəkən adamlar var, fərq eləmir, iqtisadçıdır, maliyyəçidir və ilaxır və s. və kapitalizm bizi səhər yuxudan durandan axşama qədər işləməyə məcbur elədiyi üçün həmin o gərginliyin geci tezi var. Artıq bir yerdə o sıçrayış və partlayış verməlidir. Misal üçün ki, sizin rəhbərliyiniz altında çalışan bir həkimə və yaxud bir tibb bacısı gəlirdir ki, Kamal doktor, mən yorulmuşam, mən bacarmıram. Siz ona nə tövsiyə edirsiniz? Yəni necə idarə edirsiniz öz işçilərinizi? Əgər bunun səbəbini yenə də psixoloji yorğunluqla əlaqələndiririksə, ya istirahət veririk, ya da ki, iş yükünü azaltmış oluruq. Şəxsən mən özüm o virusa məruz qalmışam. Yəni o dərəcədə ki, hətta işdən ayrılmaq üçün ərizə belə yazmışdım, amma mənə də bir uzun sürəli dinclik verdilər. Mən toparlanıb geri dönə bildim. Çünki indinin özündə belə bəsit bir əməliyyata girsəm, yəni iştirak elədiyim əməliyyat sayısı və çeşidi çoxdur, ağırlıq dərəcəsinə görə də sinifləsək çoxdur. Məsələ, adi bir əməliyyatdan pasiyentin oyanması zamanı onun məmnuniyyəti və yaxud da doktor hər şey əla keçdi dediyi söz məni mənən o qədər doldurur ki, mən hər dəfəsində, baxmayaraq ki, artıq 17-18 ildir, toplam 20 ilə yaxındır tibbdəyəm də, tibb qardaşından bu yana hesablasaq, mənən o qədər doldurur ki, mən başa düşürəm ki, bu işi davam etdirməliyəm. Yəni, mənim işimdir də, belə deyim. Siz orada görürsünüz, bəli, ruslar demiş, moje priznание. Və bir məsələ də var ki, təbii ki, yorulursunuz öz yerində, bir də o işçiləri, o işdə çalışan işçiləri, o şöbənin əməkdaşlarını da idarə etmək, doğru iş bölgüsü. Bəzən olur ki, misal üçün tanıyıram ki, ayda 10-15 növbə götürür. Çünki gecə növbəsində qaldığı üçün daha çox məvacib alır. Sizin xəstəxana nəzərə tutan, ümumiyyətlə belə insanlar da var ki... Əslində, əmək belə deyək, bölgüsünə görə bir tibb bacısı və yaxud da bir doktorun aylıq iş saatı 144 saatdır. Yəni, bölgü o şəkildə aparılır ki, maksimum işçinin gücünü qoruya biləsən. Amma bundan ziyadə, yenə deyirəm, bu təkcə tibbə aid deyil, fərqli əmək sahələrinə də aiddir. Orada komanda ruhu və işçilər arasında emosional bağın olması vacibdir. Və bunu da təşkil edən, mütəmadi olaraq motivasiya eləyən, eyni zamanda dinlənmələrinə şərait yaradacaq adam həmin şöbənin başında duran adamdır. Bir də, misal üçün, əməliyyatdan sonra bəzən deyirlər ki, əməliyyat yaxşı keçdi, hər şey yaxşıdır, xəstə reanimasiyadadır. Yaxşıdırsa, niyə reanimasiyadadır? Mənə deyəndə deyirəm, əksinə, qoy reanimasiyada qalsın, orada daha sıx nəzarət altındadır, nəinki palatada. Amma xəstə yaxınlarını belə iradə yəqin ki, sizə də tez-tez olur. Olur, bəli. Burada bilirsiniz, o pasiyentlərdir, hansı ki, özəl baxım tələb eləyirlər və yaxud da iri həcmli bir cərrahi əməliyyat keçiriblər. Cərrahi əməliyyata bağlı, misal üçün, məcburiyyətdən qan durulaşdırırıq ki, əməliyyat öncəsi aşağı ətraflarında tutalım, misal kimi deyirəm, tromb var idi. Amma qanı durulaşdırırıq ki, tromboemboli riskinin qabağını alaq, amma əməliyyat bölgəsindən qanama ehtimalı varmı? Var. Həmin drenajlara ciddi nəzarət lazımdır. Yəni, misal kimi deyirəm, və yaxud da yaşlı adamdır. Yaşlı adamlarda anestezi dərmanlarından yuxu apnesi deyə bir diaqnoz var. Pasiyent oyanıb sizlə danışa bilər, amma 3-4 saat sonra yuxuya gedəndən sonra tənəffüsü durub həyatını itirə bilər. Bu iki halı aydınlıq gətirmək üçün çəkirəm. O səbəbdən həmin pasiyentlərin reanimasiyada qalması tövsiyə olunandır ki, bu tip problemlərlə qarşılaşmayaq. Ondan ziyadə əmək bölgüsündə böyüklərin reanimasiyasında 2 pasiyentə maksimum bir tibb bacısı, hətta 1-ə 1,
Amma palata şəraitində bu Türkiyədə də, Avropada da, Amerikada da belədir. 6 pasiyentə, 6 hətta 8-ə qədər bu sayı qaldırmaq olar. 6-8 arası pasiyentə bir tibb bacısı baxır. Yəni 8 nəfərə nəzarət edən tibb bacısı o tip ciddi qulluq tələb edən pasiyentin hansısa bir parametrəsini gözdən qaçırma ehtimalı təbii ki, sayı çox olduğu üçün faizi yüksəlir. Sırf o səbəbdən reanimasiya alırıq. Bunlar əslində öncədə qeyd etdiyim 3-cü basamaq və yaxud da 2-ci basamaq sinif reanimasiyaya daxil olan pasiyentlər. Məsələn, ürək əməliyyatından çıxan hər pasiyent reanimasiyaya girir. Okey, ürək deyincə bizim ağlımıza ola biləcək major cərrahiyə gəlir, amma ürək əməliyyatları içərisində də bəsitləri və ağrıları var. Niyə? Çünki ürək qanla çalışan bir orqandır. Qanı tamamilə duru şəkildə əməliyyat icra edirlər ki, atılmış dikişlərin yerində tromb əmələ gəlməsin. Qan durudurmu? Durudur. Hər hansı bir yerdən, məsələn, xəstədə mədə bağırsağında bir xora var idi. Qanaya bilərmi? Qanaya bilər. Əməliyyat bölgəsinə qanaya bilərmi? Bilər. O 1-2 gün müddəti tam şəkildə artıq rahat nəfəs alır cərrah, o cümlədən reanimatoloq ki, bu məsələlər bitdi. Artıq palatada müalicəsini davam edir. Yekunlaşdırım, əməliyyatdan sonra reanimasiyada xəstənin qalması sırf daha ciddi nəzarət tələb eləməsidir. Aydındır. Bəs əməliyyatdan sonra, neçə saat sonra xəstəni evə buraxmaq olar ümumiyyətlə? O asılıdır icra olunan əməliyyatdan. Çünki bəzən deyirlər ki, minimum 24 saat qalmalıdır xəstəxanada. Hansı əməliyyat olmasından asılı olmayaraq. Bəzən olur ki, səhər əməliyyat edir, günorta deyir, çıx get evə. Yəni, narkoz verilibsə, mən buna danışıram. Belə deyək də, mövzu lokal anestezidən getmir də, ya spinal, ya genəl anestezidən gedir. Əslində, mənim də tövsiyəm bir gün müddətində ən azı, hətta kiçik əməliyyatlarda belə pasiyentin... Sedasiya olubsa belə? Sedasiya yenə də orada görülən işdən asılıdır. Propofoldan sonra olar deyə bilirəm. Propofolun eliminasiyası 4 saatdır. 4 saatdan sonra tamamən bədəndən atılıb gedir. Amma propofol ağrı kəsici effekti olmayan bir, məsələn, gastroskopi olmusunuz, təbii ki, çıxıb gedə bilərsiniz və yaxud da hər hansı bir dərdən lipom çıxarılıbsa, təbii ki, durub gedə bilərsiniz. Amma məsələ, bir hansısa çapığın ləğvidirsə propofol altında, yenə də bir gün qalması tövsiyə olunandır. O da çapığın ölçüsü, lokalizasiyası, bir çox faktorlar onu müəyyən edir. Aydındır. Təşəkkür edirəm. Biz davam edəcəyik söhbətimizi. Görə icbari tibbi sığorta işə başlayandan sonra bizim Azərbaycanda xəstəxanalarda necədir vəziyyət? O barədə ki, kifayət qədər xəstə qəbulu üçün şəraitimiz varmı? Həkimlərimiz, kadrlarımız varmı? Çünki ixtisas ağır olduğu üçün bu anesteziyolog, reanimatoloq olmaq istəyənlərin sayı mən bildiyimə görə azdır. Hər ötən il, bəli, bu ixtisas üzrə başvuru dirikdə, belə deyək, müraciətlərin sayı azala gedir. Bu haqda danışaq verilişimizin ikinci yarısında. Biz reklamlara baxmalıyıq indi dostlar və mən istəyirəm ki, reklamlara keçmədən öncə sponsorlarımıza təşəkkür edim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Vitapros preparatını sizə təqdim edir. Xroniki prostatit və sidik ifrazı pozğunluqları 40 yaşdan sonra kişiləri narahat edən problemlərdən biridir və Vitapros prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparator. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. Amma istifadə etmədən öncə təbii ki, müalicə həkiminizlə məsləhətləşməlisiniz. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təsiri idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşmayla xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə canınızı qurtara bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.